Salam dostlar, hoş gördünüz kanalımda. Bu günləri Dünya Çempionatının seçme oyunlarındayıq. Fransa, Azərbaycan oyunda. Azərbaycan biz ki bu üçüncü oyundur. Azərbaycan iki oyun oynamışdı. İslandiyaya 3-0 uzmuşdu. İslandiyada, Bakıda Ukrayna ilə 1-1 bərabər qalmışdı. Bu günlərdə Fransa oynayacaq. Fransa güclü rəqibdir. İnşallah Azərbaycan məğlub olmaz, heç olmasa bir bərabərliklə qayıdar buradan. Bir qollar da vuraq inşallah. Yəni buna nə qədər də bu hesab Azərbaycan qələbə qazanmağı və yaxud da bərabərə qalmağı nə qədər də real olmasa da inşallah bunu gözləyirik. Şəxsən mən gözləyirəm inşallah Azərbaycandan bir bərabərlik ən azından. Fransa bildiyiniz ki güclü ölkədir, ən güclü ölkələrdən biridir futbolda. Fransanı da heç sevmirəm. Nə klubların, nə millisi, nə Fransanın ölkə olaraq ümumiyyətlə bəyənmirəm. İnşallah Azərbaycan qələbə qazanar. Qələbə qazanar. Çox top buraxmaz, qələbə qazanar inşallah. Oyun başlayır. Keçək biz də oyuna. İnşallah maraqlı bir oyun olar. Bizim baxımımızdan yaxşı bir oyun olar Azərbaycan baxımından. Milli komandamıza tam dəstək. İnşallah yaxşı nəticə. Keçək oyuna dostlar, keçək oyuna. Oyuna keçməmişdən qabaq kanalıma abunə olmalı, videoları bəyənməyi, yorum yazmağı unutmayın. Abunə olsanız lap yaxşı olar, yorum yazsanız, videoları bəyənsəniz, bəyənməsəniz də canınız sağ olsun. Amma videolarıma yenə də deyirəm izləyin. Keçək oyuna dostlar. Qoyma, qəşəng şahırtdı. Qəşəng şahırtdı, qəşəng şahırtdı. 10-cu dəqiqədir, 10 dəqiqə. Fransa bildiyimiz kimi Fransa topla oynayır. Amma Azərbaycan hələ ki 10 dəqiqə yaxşı müdafiə oynayır. Birinci dəqiqə olmamış bir yəni Krivachuk səhv elədi, arxaya pas verəndə Mbappe götürdü, vurdu, üstdən getdi. Amma 10 dəqiqə ərzində yenə baxma, yaxşı oynayır. Çıxmaq istəyirlər Azərbaycan, amma belə çıxa bilmirlər. Topu çox itirirlər, topu ayaqda saxlaya bilmirlər, amma yenə də baxma, müdafiə olunurlar hələ ki. Bir dənə uzun pas. Heç kim yoxdur. Amma 10 dəqiqə görə yenə də yaxşı oynayır. Yəni pis başlamayıb Azərbaycan. Belə davam eləsə müdafiə olsa, amma çətindir də. 90 dəqiqə bu qədər müdafiə olmaq Azərbaycan üçün çətindir Fransa qarşısında. Yorğunçuluq öz sözünü deyəcəm, amma hələ ki pis oynamırlar. Qoyma, qoyma. Qoyma. Qəşəng, əla. Əla. Valla 42 dəqiqədə oynayırlar Azərbaycan. Yəni bu qədər mən gözləmirdim də həqiqətən. Yəni yaxşı oynayırlar. Sözcə müdafiədə oturublar, ancaq Fransa oynayır topla, amma yenə də yaxşı müdafiə oynayırlar. Ya Fransa da belə çox yaxşı oynamır, topla çox oynadığına baxmayaraq. Cərimə. Fransa topla çox oynadığına baxmayaraq yaxşı oynamır. Yəni təhlükə çox belə yarada bilmir. Qapıya heç belə çox belə ciddi zərbəsi də yoxdur ki, ya da belə çox belə ciddi qaçırdığı belə epizod da yoxdur ki, deyəsən ki, bunu necə vura bilməzsə. Yəni Azərbaycan həqiqətən çox yaxşı müdafiə olunur. Hələ ki olunur birinci hissənin 42 dəqiqədir. İnşallah belə davam eləyər. Hücuma da çıxa bilmir də. Hücuma çıxır, qabaqda çoxala bilmirlər. Müdafiədə oturduqlarına görə kontratak düşür, amma çoxala bilmirlər. Mahirə verirlər, Mahirdəki tək orada heç eləyəndə itirirlər, təzədən yenə Fransa gəlir, amma baxmayaraq yenə də bu oyuna yenə də yaxşı oynayır, qoyma. Yenə də yaxşı oynayır Azərbaycan. Vallahi halal olsun. Bu qədər gözləmirdim. İnşallah belə davam eləsə, birinci hissəni belə bitirsə, ikinci hissəni də belə davam eləsə, amma məcburən çox müdafiədə oturur, keçdi, vurdu. Şahrudin, qəşəng. Keçdi Şahrudin, tutdu. Belə davam eləsə, valla bir xalı almaq olar. Yəni sən deyəm, Fransa çox belə güclü preslə gəlmir də. Topla çox oynayır, amma çox güclü preslə gəlmir Azərbaycan. Bizimkilər də ki, topu da hələ ki saxlaya bilmirlər normal. Pas 1-2 dənə pas verirlər, hücuma da çıxa bilmirlər. Və atdılar, yenə də getdi Megniyana, qapıçıya, təzədən yenə Fransa topla oynayır. Faizi göstərsə, harasa faiz bir var da 70'in 30'a var da topla oynamaq.
Billat. Billat 5 nəfəri keçdi orada. 5 nəfəri keçdi orada. Bir dənə saxlaya bilmədilər o Mbappeni ha. Billat. 45 dəqiqə dözmüşsünüz də, 45 dəqiqə dözmüşsünüz də, 1 dəqiqə, 46 dəqiqə. 1 dəqiqə dözə bilmədiniz. Bu 4 nəfəri keçdi, 5 nəfəri, neçə nəfəri keçdi burada? Böyle nə biz deyim sizə, baba 1, 2, 3, 4, 5. 5 nəfəri keçdi burada. 5 nəfəri qırmızılı keçdi, qırmızı formalı keçdi burada oradan ha. Ay bla. Fransa'dan da top bırakmayın da, Fransa'dan da bırakmayın da. Fransa kimdi axı? Demək istəyərdim. Amma adam əsəbləşir, vallahi Quran haqqı adam əsəbləşir. 45-46 dəqiqə oynamısan, müdafiə olmuşsan, bir dənə belə ciddi epizodu yoxdur. Bir dənə şeyindən desən gəlmişdi. O da müdafiə qaytardı. Amma bir dənə sən saxlaya bilmədin bunu. 1 dəqiqə dözə bilmədin, 1 dəqiqə. 4 nəfər, 5 nəfəri keçmək nədir? Nə demək ya? Bir abırçılıqdır vallahi 5 nəfəri keçmək. Gül kimi oynayırdın da. Qanımızı qaraltdılar, qoydular bura. İndi bir dənə bırakdılarsa, bunlar onsuz oynamaya həvəsi yoxdur, güclə gətiriblər bunlar. İndi bir də birinci goldan sonra Fransa 1, Azərbaycan 0. Birinci hissədə qutarır ki. Bravo. Bu Turala bax, topu atır qabağına. 200 metre atır qabağına, topun təzədən qaçıb çata bilmir topa. Birinci hissə qutardı dostlar. Birinci hissə Fransa 1, Azərbaycan 0. Amma belə baxmayın bir şey, adam əsəbləşir. Yəni oynamırsan da 42 dəqiqə, 45 dəqiqə, 46 dəqiqə oynamırsan, 1 dəqiqə, 2 dəqiqə artırmışdı. 1 dəqiqə qutarmağa qalmışdı. 1 dəqiqə dözəlmədin. Dözməkdən də əlavə 5 nəfəri keçdi Mbappé. 5 nəfəri keçdi, gəldi vurdu. Da onun üçün Şahrutin də neynəsin? Atdı da yerindən üçüncə. Adamı əsəbləşdirən odur, amma yenə də baxmadan 1-0 birinci hissə Fransa qarşısında 1-0 yaxşıdır. İkinci hissə görsəlik dostlar. Mbappé. Bu Mbappé var, tuta bilmirlər. Vallahi billah bax 63 dəqiqədir. Mbappé konsert verir də bu oyunda. Bir dənə Mbappé'ni saxlaya bilmirlər qardaş. Bilirik də yaxşı oyunçudur. Mbappé dünyanın en yaxşı oyuncularındandır da bu dəqiqə. Bayaq da gördük golda 5 nəfər saxlaya bilmədi. Bunu nə bilim nə eləmə ola bu Mbappé'nin. Bir dənə vurdular direkdən döndü. Bu Mbappé'ni saxlamaq lazımdır da. Onsuz uduzacaqsınız. Yəni 1-0 da olsa uduzacaqsınız. Çünki qapıya gedə bilmirsiniz qapıya. Qapıya zərbə cəhənnəmə heç qapıya tərəf gedə bilmirsiniz. Sentrdən bu yana mərkəzdən keçə bilmirsiniz Fransanı. Gəldilər. Qəşəng Bəhlülü. Ona görə də ki saxladılar, bir dənə də sarı kart. Kəşdi vurdu. O kontranı belə çıxarlar. Bax Fransa necə oynayır. Fransa necə çıxır. Bizimki gələn kontraya çıxanda ayağı ilişib top axtarır, tapa bilmir. Belə qınamaq da olmur. Oynaya bilmirlər. Oynadıqları budur. Yəni bundan artıqını oynaya bilmirlər. Bizim çempionatımız olmadığı kimi milli komandamız da yoxdur da. Neynəsinlər? Hara gedə bilirlər? Avropa klublarında oynamırlar. Deyək ki, orada oynayırlar. Avropa klublarında oynamırlar. Deyək ki, Avropa klublarında oynayırlar. Belə oyun oynamazlar. Azərbaycan çempionatında oynayırlar. Avropada oynayan bir dənə Emrəlidir. Heç onu da oynatmırlar. Zamində oturur. Bu dəqiqədə oyun oynaya bilmir. Topu ayağında saxlaya bilmir. Elə bir kayıfdadır. Heç olmasa onun yerine salmaq lazım ki, birinci dənlər. Oyun başlamamışdan qabaq salmaq lazımdır ki, qoyma. O hücumçunun adı nədir? Qarabağ. Səsə olsa onu salmaq lazım. Yəni cənidir, o biraz oynaya bilir. Bu Mahir Vafşin oturub zamində, o sezon başlayanda oynatmırlar. Gətiribsən sən salmırsan 11'e oyna. Onsuz müdafiə oynayırsan da, müdafiəyə çıxmırsan sən. Nə edirsən? Hücumçu qoyma. Nə çıxartmırsan bu sən Emrəlini? Mbappé, bana konsert verdi Mbappé burada.
Və ona görə də çempionatımız olmadığına görə, Azərbaycan çempionatı olmadığına görə deyək ki, çempionat keçirilir, o çempionat deyil. Stadionda nə azarkeşi var, nə bir komandasına dəstək olan fan klubu var. Fan klublar var, o fan klublar 5 nəfər yığışı var, qışqırırlar. Azarkeş demək, tamaşaçı olsun da, oyuna baxan olsun. Yəni fanat olmasın, heç olmasa azarkeş kimi gəlib olsunlar, baxsınlar. Yoxdur. Elə olduğunda da Azərbaycanda futbol olmayacaq. Yəni ümumiyyətlə futbol deyilən şey olmayacaq. Çünki futbola maraq qatan tamaşaçıdır, o da olmadığına görə futbol olmayacaq. Bizim liqaların, komandaların oynadığı oyun heç nədir. Ona görə də ki, səviyyəsi yoxdur, səviyyə. Liqamızın səviyyəsi olmadığına görə oyunçuya yetişmir. Uşaq futbolumuz olmadığına görə oyuncu yetişmir. İğrenç toplar bırakırlar, iğrenç top bırakırlar, valla. Biabırçı toplar bırakırlar. 2-0. Dedim də 1-0 oynanda yenə canlıdır, müdafiədə oynayırdılar. Müdafiədə saxlaya bilirlər. Birinci top bırakdılar, birinci topdan sonra güclə gətiriblər onsuz bunları belə oynamağa. Otururlar 5 dənə müdafiə ilə, yəni Fransaya qarşı 5 dənə müdafiə ilə oynayırsan da. Elə belə gətiriblər sizi ki, belə oynayın, qutarsın, gedək. Bir də birinci topdan sonra da nə oynayacaqlar? Azərbaycanın gücü buna çatır da, başqa nəyə güc çatsın? 2-0. 2 oldusa gələcək də alır, 3 də gələcək, 4 də gələcək, 5 də gələcək. Valla 3 dənə oyuncu qalxıb bir nəfər kəlləyə vura bilmir, Rabiatordan kəlləyə vurulan qabağına. Mahir Əmrəli heç oynamamalıdır. Mahir Əmrəli oyunu tərk edir. Mahir Əmrəli oynamamalıdır. Mahir Əmrəli Almaniyada oturub zamində, klubunda sezon başlayıb oynamır klubda. Bir sezon oynamayan oyuncusu sən gətirib millə 11-də oynadırsan. Sonra Musanı oynadım. Cəndə Musa yenə zamindən də oynasın, oynayır. Sonra biri də var ya, o yadına çıxmır. O oyuncu heç olmasa cəndə o oynayır. Liqada oynayır heç olmasa. Çempionlar Liqasının play-offunda zamanda oynayır bilər heç olmasa olar. Heç olmasa onu salırdın, cəndə oynaya bilər. Bu Mahirin şey yoxdur, iti o qədər oyun oynamayıb, top saxlama qabiliyyəti yoxdur ki. Diktorun ağzına mənə danışdı, kifir ağzını açdı. Yaxşı oynayır, bu dəqiqə yaxşı oynayır, bu dəqiqədə yaxşı oynayır, yaxşı müdafiə oynayır, yaxşı müdafiə edir. Gələ müdafiə elədin, gələ. Danışdın ağzına cədvəldə 3-cü topu da vurdular. Bunu istəyirdin də, 3-cü topu da sən səsini kəsir oyun ceyvə apar da. Nə danışsan, yaxşı oynayır, filan şey oynayır, filan şey oynayır. Gələ, yaxşı oynayırsan, gələ 3-cü qoydu, yaxşı vurdular. 3-0. Fransa 3, Azərbaycan 0. Hamı bunun zibilləridir bu danışanın. Söyləmək də istəmirəm. Oturmuşsan orada, apar da filankəsə pas verdi, filankəsə keçdi. Yaxşı oynayırlar, nə danışsan, oynayırlar da, oynayırlar özləri üçün. 2-0-da oynayırlar. 3-cü topu niyə buraxsınlar? Hadi bir misal çekin. Azərbaycan millisine futbolcu dəvət edərkən təxminən 35-40 futbolcu arasından 20 ildir mən bu sözü deyirəm. 20 ildir mən deyirəm ki 20 ildir deyirəm ki Azərbaycan uşaq futbolu lazımdır. Uşaq futbolu. Futbolçu yetişdirmək üçün uşaq futbolu lazımdır. Gedib kiminsə hansısa ölkənin oyuncusu lazım deyil. O çağırmır milliyə, sən gətirib milliləşdirib oynadırsan onu. 2 il oynadırsan, sonra da get çıxdı getdi. Sən ki uşaq futbolu yetişdir. Uşaq futbolu. Uşaq futbolu, bölgələrdə futbolun olmalıdır sənin. Bölgələrində futbolun olmalıdır birinci növbədə. Yığmısan 12 dənə klubun var. 6-sı Bakı klubudur. Ovruslar bölgə klubudur. 6 dənəsi. 6 dənəsindən də 5-i şeydə oynayır, 4-ü Bakıda oynayır. Adı bölgə klubudur, özü Bakıda oynayır. Belə futbol olur ha. Uşaq futbolun olmalıdır, sənin bölgəndə futbolun olmalıdır. Futbolun inkişaf eləməsi istəsənsə.
bu